potensiallarını kəşf etməkdə, hədəflərinə çatmaqda və daha balanslı həyat qurmaqda yol göstərən bir yaşam koçudur. Yaşam koçu kimdir? Bu sahə bizə nə qazandıra bilər? Bütün bu sualların cavabını elə indi öyrənəcəyik. Studiyamızın qonağını təqdim edirəm. Beynəlxalq dərəcəli yaşam koçu Nəcməddin Fərzəliyevdir. Xoş gördük Nəcməddin bəy. Buyurun siz də salamlayın. Elə davam edəcək. Mənim suallarım olacaq sizə çox maraqlı, çox geniş. Buyurun salamlayın. Hər kəsi salamlayıram. Öncəliklə sizə və hər kəsə xoş dinləmələr arzulayıram. Aha, təşəkkür edirik. Mən efir nömrələrimizi qeyd etmək istəyirəm ki, yaşam koçu belə deyək də son illərdə artıq bu sözü, bu termini belə deyək, bu ifadəni eşidirik, amma mən belə düşünürəm ki, bir çoxlarına qaranlıq ola bilər ki, yaşam koçu nədir?